Məsələn, siz fermerlərə verilmiş subsidiyalar hesabına düşünə bilməzsiniz ki, kənd təsərrüfatının ümumi daxili məhsulda həcmi artmalıdır. Məsələn, o məntiqlə biz yanaşsaq, 2007-ci ildən Azərbaycanda enerji daşıyıcıların qiymət artımından sonra subsidiyaların verilməsinə başlanılıbdır. O vaxtdan indiyə qədər təxminən 3 milyard manata yaxın aqrar subsidiyalar verilibdir. Məsələn, bu verilmiş aqrar subsidiyalar həmin vaxtda kənd təsərrüfatının ümumi daxili məhsulda payı 6-7% idi. İndi də o nisbətdədir. Və bu dəyər yaratmayıbsa, deməli məntiqlə subsidiyalar effektiv olmayıbdır. Deməli subsidiyaların başqa mexanizmlərinə baxmaq lazımdır ki, biz harda səhv edirik? Bu ünvanlıdırmı yoxsa yox? Taxıl əkənlə tütün əkənə eyni subsidiya verməyin mənası nədir? Və yaxud da ki, Maliyyə Nazirinin son hesabatına siz baxdınız və sizin mən saytınızda da mən rast gəldim ki, məsələn, hər iri buynuzlu deməli heyvanların balası üçün 100 manat subsidiyalar verilirdi. Amma Maliyyə Nazirinin hesabatına göstərilir ki, deməli əksinə ölkədə iri buynuzlu və kiçik buynuzlu mal-qaranın sayı azalıbdır. Bu subsidiyalar verilirsə məntiqlə artmalıdır, amma biz əksin görürük. Bu Kobra effektinə bənzər bir anlayışdır ki, həqiqətən dövlət bir siyasət yürütmək istəyir, başqa bir reallıqla üz-üzə qalır. Ona görə də kənd təsərrüfatı siyasəti yalnız əlahiddə bir sahə deyil ki, məsələn, siz orada güzəştləri daha çox artırasınız və nəticə əldə edəsiniz. O zaman belə deyək, effektiv ola bilər ki, kənd təsərrüfatı siyasəti, məsələn, vergi siyasəti ilə uzlaşdırılsın. Kənd təsərrüfatı siyasəti gömrük siyasəti ilə uzlaşdırılsın. Kənd təsərrüfatı siyasəti, məsələn, fiskal siyasətlə uzlaşdırılsın, monetar siyasətlə uzlaşdırılsın, qanunvericiliklə uzlaşdırılsın və bunlar qarşılıqlı simbiyoz formada tətbiq olunanda bu nəticə verə bilər. Ona görə də kənd təsərrüfatında hansı bir tutaq ki, məhsul istehsalının yaradılması həmin sahədə məhsuldarlığın artması mənasını vermir. Mən bir neçə nümunə deyə bilərəm o fikirlərimlə bağlı. Məsələn, siz Efiopiyada 54 milyon inək var və yaxud da Sudanda 42 milyon inək var. Amma heç bir ölkə, bu iki ölkənin heç biri kənd təsərrüfatının istehsal və ixracat üzrə belə deyək ki, tanınmış bir ölkə deyil. Amma məsələn, Hollandiyada 11 milyon inək var. Amma bütün dünya, az qala Avropanın əhəmiyyətli bir hissəsinin süd və süd məhsullarının istehsalı və ixracatı Hollandiyadan asılıdır. Və kənd təsərrüfatı məhsulları da daxil olmaqla süd və süd məhsulları Hollandiya ən böyük kənd təsərrüfatı istehsalçısı kimi tanınır.